ki, Örtəçilərin ilkin sənədin adı dokument 1-dir. Biz bunu bir mənalı olaraq yadda saxlamalıyıq. Excel-də isə book 1 adlanacaq. Bax, görürsünüzmü? Başlıq sətrində adı və proqramın adını qeyd edilir. Cəld müraciət alətlər paneli eyni, idarə etmə düymələri eyni. Burada vəziyyət sətrində görünüş rejimləri var. Bunun da özünə görə oxunuş görünüş rejimi, web görünüş rejimi. Bir dənə işçi vərəqi mediası var ki, ən kiçiyi 10-dur. Ən kiçiyi 10-dur. Ən böyüyü isə 400-dür. Word-də isə mən bunu ən kiçiyi 10 görürdüm. Standartı 100 idi. Ən böyüyü isə 500 idi. Burada 400-dür. İşçi vərəqlərimiz ibarətdir xanalardan. Bax, bu Pilus da xananı dəqiq seçə bilim deyə kursor daha doğrusu Pilus formasını alır. İşçi vərəq ibarətdir xanalardan. Bu qarşınızda gördüyünüz 4 künc elementlər xanadır. Xanalar yaranır nədən? Və yadımızda saxlayaq ki, Excel-in əsas elementi xanadır. Çünki xana üzərində əməliyyat icra edə bilirəm, xananı seçə bilirəm, xana üstündə düstur hesabatı apara bilirəm, xanalar birləşir cədvəli yaradır. Gəldim xananın istədiyim bir yerinə yerləşdirdim kursoru. Sol düyməni tutub seçəndə, necə ki, abzaslı mətndir seçirdik, Excel-də də işçi sahə seçirik. Bizdə Word-də adlanırdı işçi vərəq A4, burada adlanır Sheet 1 adlanır. Yəni, bu gördüyünüz damadama vərəq Sheet 1, Sheet 2, Piluslarla artıra bilərsiniz. Yaxşı. Dedik ki, sətir sütunun kəsişməsindən alınan elementdir xana, həm də ki, Excel-in əsas elementidir xana. İşçi vərəq ibarətdir xanalardan. Xananı adlandırmaq üçün sətir sütun ilə, bax bu düz düşdüyüm sütundur. Baxın, görürsünüzmü, sütun seçmişəm. Mən belə bir düzbucaqlı sahə seçmişəm də, düzdürmü? Düzbucaqlı sahə. Həmin seçdiyim bu düzbucaqlı sahə adlanır diapazon. Yadınızda saxlayın ki, seçdiyim bu düzbucaqlı sahə adlanacaq diapazon. Sütun üzərində diapazon seçmişəm. Sətir üzərində seçdiyim diapazonu isə burada görürəm. Yəni, düzbucaqlı formada, istər şaqlı, istərsə də üfüqi formada seçilmiş sahə Excel-ə görə diapazon adlanacaq. Orada abzas, sətir, sütun, burada da xana, sütun, daha doğrusu abzas, sətirlər, sözü seçməkdir. Burada da sütunu, sətiri, bütün xanaları bu formada seçə bilirəm. Bu gördüyümüz ABC yazılıb ta ki A-dan başlayır, sona qədər geçsəm görəcəm X-D-ni. Bu adlanır sütun sər lövhələri. Sütunsər lövhələri əlifbanın ilk hərfindən ta ki son hərfinə qədər başlayıb adlandırılmağa. ABC ən birinci A-dır. Sonuncunu isə görmək üçün kontrol sağa baxan oxu bir dəfə klikləyəndə sonuncu sütunun nömrəsini görmüş olacam. Sütunlar dediyi adlandırılıb latın hərflərinin başlıq hərfləri ilə və A-nın, B-nin, C-nin və s. bu ədədlərin, belə deyim, hərflərin dayandığı yer sütun sər lövhəsi adlanır. Sütunu seçmək üçün isə, məsələn, B sütununu seçmək tələb olunubsa, B sütunu üzərində B sər lövhəsi, sütun sər lövhəsi üzərində bir dəfə klik vuracaqsınız. Sizə lazım olan sütun seçilmiş olacaq. Sətirlər də eyni qayda ilə rəqəmlərlə adlandırılıb. Birinci sətrin nömrəsini burada görürük. Kontrol aşağıya baxan oxu da klikləyəndə sonuncu sətrin nömrəsini burada görmüş oluruq. Aydındır? Bəli. Bura kimi aydındır. Dedik ki, sütun sər lövhəsi seçdiyim sahənin üzərində bir dəfə klik sütun sər lövhəsini ver və sətir sər lövhəsi 4, 5, 6 və s. görürük. İndi mən sizə balaca bir dənə cədvəl qurmaq istəyirəm. Yerdə qalanları burada izah etmək istəyirəm. Excel-də həm riyazi hesabat aparmaq üçün, həm də ki, elektron cədvəllərin yaradılması üçün istifadə olunan bir proqramdır.
Cədvəllərin üzərində burada hesabat aparmaq daha asan olur. Mən orada da cədvəl qura bilirdim. Sadəcə görünüş, boş cədvəl, içi dolu cədvəl qururdum. Toplamadı, çıxmadı, bu kimi hesabatları apara bilmirdim. Amma Excel bunu bizə gətirib təqdim edir ki, daha rahat formada sən bunları icra edə biləsən. Məsələn, gəlin həftənin günlərinə görə biz belə bir cədvəl, həftənin günləri, indi irəliləyən vaxtlarda görək indi nə əlavə edə bilirik də. Cədvəl elə şeydir ki, işlədikcə gələcək bizim qarşımıza. Burada bir şey var, mən onu axtarıram. Hə. Gəldik, məsələn, indi cədvəl qurmaq üçün nə edək? Gələk indi tutalım ki, hansı bir nə cədvəli quraq? Məsələn, yarım ilə aid deyək ki, məktəbdəki yarım ilə aid bir cədvəl nümunəsi hazırlayaq. Məsələn, bizə lazımdır ki, bu cədvəlin birinci sırasında birinci nömrə 1, 2, 3 ad sıralayaq da, yəni sıra nömrəsi qeyd eləyək. Bunun üçün sıra nömrəsini mən dedik ki, nömrəni shift 3 ilə əlavə edirdim də, düzdürmü? Shift vurub, gedib ardınca Azərbaycan dili klaviaturasında mən shift 3 desəm, Shift-i sıxıb 3 desəm, nömrəni qeyd eləyəcək mənə. Nömrə həmişə balaca sahədə yazılır da, cədvəllərdə görmüsünüz. Sətri indi mən nə etmək istəyirəm? Balacalaşdırmaq istəyirəm bu xananın həcmini. Bunun üçün Y ilə F-nın arasına gələndə, baxın, görürsünüzmü? İki tərəfli ox açıldı. Tuturam onu, sol düymə ilə çəkirəm. Eynən nə ilə? Nədəki kimi? Word-dəki kimi. Məsələn, mənə 1, 2, 3 sıralamaq lazımdır. Öz kompüterinizdə yoxlayarsınız. Öz kompüterinizdə bunu düzdür, hələ düstur keçməmişik, amma yenə də mən onu sizə deyəcəm. Bir dənə bizim düsturumuz var. Seguare düsturudur, bərabərdir. O məndə çıxmır. Görək çıxacaq. Gəlin hələ ilk öncə bunu deyim sizə. Məsələn, mən bura gəlib 1 qeyd eləsəm, Excel elədi ki, avtomatik cədvəl deyirəm də mən. Məsələn, 1 yazdım, getdim kənarda bir dəfə klik gəldim həmin xanaya. Artıq mən o xananın ünvanını ona yazmışam 1. Biri ünvan olaraq təyin etmişəm. Yəni, hər hansı bir ədəd yazanda yuxarıdakı əmrlərin pasiv olduğunu görürəm də, düzdürmü? Mən kənarda bir dəfə klik qayıtmalıyam həmin xanaya ki, mən elə bir ki, necədir bu proses? Qapını açmışam, amma qonağa içəri get demirəm də. Düzdürmü? Baxın, mən məsələn qapını burada açdım. İçəri get deyirəm, sonra dəvət eləyirəm, yuxarıdakı əmrlər aktiv olur. Onun kimi bir şeydir. Yəni, əgər çoxu gəlir deyir ki, müəllimə yazmışam, yuxarıdakı aktiv olmur, nə edim? Ya enter denən, ya da get kənarda bir dəfə kliklə ünvanını ona qəbul elətdir. Bir yazmışam, görürsünüzmü? Bu xəttə xananın aşağısında 4-cün görürsünüz də, düzdürmü? Görürsünüz bu 4-cüncü. Kursorun üstünə gətirib qara xətti tuturam. Bu boş sahədə ağ plus olur. O xəttin üstündə qara olur. Sol düymə ilə tutub onu aşağıya çəkəndə bir-bir sıralanacaq. Bir, görürsünüz mardarda sıralanır. Siz gəlib yan pəncərəsindən buradan fil seriya istəyəndə, yəni ədədi silsiləni deyirəm. Görürsünüzmü? 1, 2, 3, 4 yenə ardarda sıraladım. Buradan delete deyib seçdiyiniz sahənin içərisini bütün ümumi təmizləyə bilərsiniz. Məsələn, siz gəldiniz, bura dediniz 1, ikinci xanaya dediniz 2. İkisini də seçirsiniz. Seçəndən sonra tutub aşağıya doğru çəkməyiniz kifayətdir ki, sizə sıralamanı versin. Bu bütün... Mən eləyirəm, olmura. İndi nə isə səhv eləyirsiniz. Yəni, olmamaq söhbəti yoxdur. 2 dedim, 4 dedim, ikisini seçdim. 2 artıb da 2-dən 4-ə. Tutub aşağıya doğru çəkəndə isə görürsünüzmü 2 artacaq. Bu ədədi silsilənin yaradılmasıdır. Mən də burada sıra nömrəsini düzmək üçün bir dənə yoxlayıb Qönçə xanım, olmasa yenə deyərsiniz. Ədədi silsiləni yaratmaq üçün 1 qeyd elədim. Gəldim o birisi xanaya, 2-ni qeyd elədim. İkisini də seçirəm. Tutub aşağıya doğru çəkirəm. 1, 2, 3, 4 belə formada sıralanmış olacaq. Bu belə. Mən sıra nömrəmi yaratdım 10 dənə. Deyək ki, sıra nömrəsi var. Mənə nə lazım ola bilər cədvəldə? Ad lazım ola bilər. Ad lazım ola bilər. Yenə burada qeyd edək, məsələn, təxminən.
Oxla da aşağı düşə bilərsiniz, enter deyib də düşə bilərsiniz. Enter. Enter dedim, düşdüm. Enter dedim, düşdüm. Siz burada məsələn Gönçə adının üstündə bu qara pilusu tutsanız, bu sizi görürsünüz Gönçə təkrarlayacaq. Nümunə kimi göstərirəm. Seçdiyim sahəndə delete-dən silirəm. Məsələn, yazaq. Gələk kopyalamağı da göstərək. Məsələn, bu 4 dənə elementi siz kopyalamaq üçün seçirsiniz. Copy deyirsiniz. Dığır-dığır olması heç nə olmaz. Gəldim sahəsini təyin etdim, paste deyirəm. Buradan da çıxmaq üçün bu dığır-dığırdan escape düyməniz bəs. Yuxarıda birin yuxarısına baxanda escape düyməsi var. Orada sizə escape düyməsi yəni sonuncu əməliyyatı ləğv edici. O dığır-dığır olması kopyalandığını bildirir. Məsələn, siz bura yaza bilərsiniz, başqa cədvəl qururam. Düzdür, hazır cədvəllər verilir əsasən deyir köçüb. Məsələn, yaza bilərəm ki, tədris etdiyim fən. Görürsünüzmü, keçib də o tərəfə, düzdürmü? Keçib xananın ikinci bir xanaya. Siz bunu tutub sahəsini açırsınız. Və yaxud da ki, burada wrap text deyə bir əmr var. Wrap text bu sahəni, bu mətin keçib ikinci xanaya, həmin sahəni bir xana daxildə açmaq üçün istifadə olunur. Gəlib bir dəfə klikləməyimiz kifayətdir ki, bir dəfə klikləyirəm. Görürsünüzmü, alt-alta qeyd eləyəcək. Mərkəzləşdirirəm. Tədris etdiyi fən yazaq ki, enter deyirəm. Yenə keçib o tərəfə, görürsünüz, tutub çəkirsiniz. Belə. Məsələn, yaza bilərik ki, qısaca yazalım. Enter. Enter, məsələn. Enter. Gəlin kopyalayaq, vaxtımız getməsin. Seçirəm. Copy deyib, yerləşdirirəm. Paste deyirəm. Dığır-dığırdan çıxmaq üçün escape deyirsiniz. Məsələn, yaza bilərik bura. Ədəbiyyat yaza bilərəm. Burada yazaram ki, buradan aydındır sizə. Hə? Hazır, buradan aydındır sizə. Kimsə çıxıb dərsdən. Mən burada. Səkinə xanım çıxıb, qoy görək. Belə, bu cədvəli qurmağımda məqsədim sizə Excel-dəki sadə cədvəlləri necə nümunə də göndərəcəm. Gəlib, məsələn, sizə deyiblər ki, bu sinifin cədvəlini qur, bu müəllimlər cədvəlini qur. Yəni, özüm üçün burada qururam və sizə də göstərirəm. Dəqiqə bunu zaritliyə taxım. Hələ ki, hesabat aparmırıq cədvəllər üzərində. Hesabatı da gələcəkdə aparacaq. Deməli, tədris etdiyi fən yazdım. Məsələn, deyək ki, buradan mən sizə tarix üzərində görək. Məsələn, tarix lazım olarsa, qeydiyyatdan
keçdiyi ya da ki tədris elədiyim, məsələn, keçdiyi dərsin vaxtını qeyd etmək istəyirəm. Vaxt yazıram. Vaxt sütunu yazıram. Baxın, bugünün tarixini düsturdan da əlavə edə bilirəm. Bərabərdir today. Today deyə bir düstur var. Yəni onu indi qaçmayaq ora. Yəni deyəcəksiniz bərabər nədir, today nədir? Hərəsindən bir sual çıxacaq. Ona görə bugünün tarixi sizə Excel'də lazım olarsa xanaya əlavə etmək. Kontrol nöqtəli virgüldən istifadə edəcəksiniz. Hal-hazırki vaxtı əlavə etmiş olacaq. Siz bunu tutub aşağıya doğru çəkəndə ardıcıllıqla sıralayacaq ayın tarixini. Məsələn, bir həftəlik, deyək ki, bir həftəlik 10 günlük dərs cədvəlinin tarixlərini burada qeyd etmişəm. Sonra saatı əlavə etmək üçün görürsünüzmü? Həm əmri göstərəm, həm də xanada necə istifadə etmək lazımdır ona göstərəm. Məsələn, hal-hazırki saatı isə Ctrl-Shift nöqtəli virgüldən əlavə etmiş olacaqsınız xanaya. Tutub aşağıya da doğru çəkəndə 1 saat artmış olacaq. Sonra bura nə qeyd edə bilərəm? Bura qeyd edə bilərəm ki, tutalım, bura yaza bilərsiniz ki, tutalım, yaza bilərik ki, ay ödəniş qeyd edə bilərsiniz. Sən birinci ayın ödənişində bunu tutub çəkə bilərsiniz. Bura teksti bir xana daxilində onu yerləşdirə də bilərsiniz. Birinci ayın ödənişini indi məsələn belə ixtiyari rəqəmlər yazaq. Burada qeyd edə bilərsiniz ikinci ayın ödənişi məsələn. Dedik, yerləşmirsə sahəsi ya tutub açmaq lazımdır sütun sərlövhəsi üzərində və yaxud da ki, wrap tekstdən istifadə etmək lazımdır, mərkəzləşdirmək lazımdır. Yenə eyni qayda ilə siz bu xanaya rəqəmlər əlavə edin. Belə. İndi məsələn, burada sizə tələb oluna bilər ki, yekun ödəniş. Gəlin görək bu yekun ödənişi necə tapa bilərik? Bu bizim sadə cədvəlimiz. Gəlin bu cədvələ tor xətlərini əlavə edək. Seçirəm. Yadınıza düşürsə borders əmri var idi ki, biz keçmişik də Word-də bunu bilirsiniz nədir. Bu isə cədvəllər üzərində fikir versəniz tor xətlərini daha türklər demiş belirgin hala gətirəcək. Tutalım, mən buradan özümə başlıq təyin etmək istəyirəmsə, seçirəm həmin bu sahəni. Burada merge center var. Yadınıza düşürsə cədvəldə deyirdik ki, merge calls vardı ki, merge cell var idi ki, verilmiş xanaların içərisini boşaldacaq. Yəni bir dəfə klik deyirəm. Görürsünüzmü, o xanaları ləğv etmiş oldu. Tutalım, bura yazıram cədvəli. Gedirəm bir dəfə kənarda klik qayıtdım. Bura yenə çərçivələyirəm. Siz bura rəng verə bilərsiniz. Artıq bu bizə məlumdur ki, cədvəldə verdiyimiz cədvəl olsun, abzasda olsun, rəngini dəyişir. Bir dəfə klik deyib siz onun şriftini böyüdə bilərsiniz. Yəni bunlar eynidir. Sonra buradan da eynən, məsələn, fərqləndirmək üçün, daha rəngli eləmək üçün bu proseslər əlbəttə ki, deyə bilərsiniz ki, sadə rəng veririk də, burada nə var ki? Amma ki, bu proseslər sizin cədvəlinizi iş yoldaşınızdan bir addım önə daşıyır. Bu cədvəldə rəng vermək prosesləri həqiqətən də belədir. Fərqləndirirəm də özüm üçün. Bu proseslər yazdığımız sənədi, yaratdığımız cədvəli hər zaman bir addım önə daşıyır. Belə bir cədvəl qoymuşam. Görürsünüzmü, sadə Excel'də cədvəldir. Hətta mən buradan məsələn bu sahəni balacalaşdırıb burada yaza bilərəm ki, tutalım merge edə bilərəm. Sonra burada mətnin merge edirəm. Buradan da gəlib mətnin istiqamətini dəyişsəm, tutalım bu formada.
yadınıza düşür də bu xana istiqamətində mətnin xana daxilində mətnin istiqaməti idi də, düzdürmü? Məsələn, bura yazıram ki, birinci məsəl üçün bir cədvəli. Düzdür? Bu formada qeyd edirəm. Xanımlar, başa düşürük. Hə? Başa düşürəm, müəllim, amma məndə heç biri alınmır. Kimdir? Deyən Gönçə xanım. Başa düşürəm, müəllim, yəni çətin deyil, amma alınmır. Nəsə o sıralama hələ də məndə alınmır. Məsələn, niyə alınmır bilmirəm. Baxmaq lazımdır. Siz başa salın, alınmasa deyərəm, görün. Yaxşı, yaxşı deyər. Səkinə xanım, siz də nəsə deyirdiniz? Səkinə xanım, nəsə deyirdiniz? Mən xeyr deyirəm, başa düşürəm. Yaxşı, məsələn, belə bir formaya saldım bunu da. Ay, bunu çəkək, məsəl üçün belə. Gələ indi burada operatorlar var, riyazi operatorlar. 7 dəqiqəmiz var. Gəlin bunu sonlandıraq. Riyazi operatorları da bu cədvəl üzərində izah edeyim.